Ulusoy kəndi. Başım üstündə göy, get ol bir öy, çoxalın olun bir köy. Müəllif. Dağlar qoynunda gözəl bir kənd vardı. Ulusoylu kəndi. Kiçicik bir kənddir. Vaxtı ilə böyük kənddən köçən qalan kiçik Ulusoylu kəndi. Xəritədə axtarmayın o kəndi. Çünki nə əvvəllər xəritədə ondan bir nişan vardı, nə də ki artıq o kənd var. Çünki o kəndin tüstüsü də, naləsi də çoxdan göylərə qalxıb. Bəlkə də o kənddən qalan yeganə can mənəm. Ulusoylu kəndinin yeni soyu belə yoxdur. Qarlı dağ aşırımını aşarkən ayaqlarımı don vurmuşdu. Sərhəddəki Azərbaycan əskərləri imdadıma yetişiblər. Gözümü açanda bir ayağım artıq yoxdur. Gözümdən bir damla yaş süzüldü bu xəbəri eşidəndə. Çünki arxası üstündə uzanıb tərpənə bilmədiyimdən ayaqlarımı görə bilmirdim. Şəfqət bacısı, ayaqlarımı niyə tərpədə bilmirəm? Deyə zarıyaraq ondan soruşdu. Şəfqət bacısı biraz duruxdu. Gözləri də doldu. Amma özünü toxtaq tutmağa çalışıb dedi. Ayaqlarını don vurmuşdu. Birini kəsməyə məcbur olduq. Digərini isə Şəfqət bacısı sustu. Mən də sustum. Nə deyə bilərdim ki? Amma birdən o dəhşətli hadisə gözümün qarşısında canlandı. Kəndə basqın edən ermənilər, qışqırtıları, kənd cəmaatını döymələri, sonra yanan kənd və mənim qaçmağım. Ürəyim qısıldı. Nəfəs ala bilmədim. Az qala ürəyim partlayacaqdı. Zorla da olsa dərin nəfəs aldım. Daha doğrusu köksümü ötürdüm və dinləndim. Ulusoyluya nə oldu? Ermənilər kəndlilərimə heç nə etməyiblər ki? Milislər erməni quldurlarını qovublarmı? Rus ordusu köməyə gəldimi? Həyəcan içində daha neçə buna bənzər suallar verdim. Şəfqət bacısı gözünə dikilən baxışlarımın təlaşı altında əyildi. Gözünü baxışlarımdan yayındırmaq üçün çəkdi. Mənsə təlaş alovunda yanan fəryadımla onun susmasına etiraz etdim. Səninləyəm, səsim qırıldı. Bu susqunluq yaxşıya əlamət deyildi axı. Yalvarıram, denən ki, hər şey yaxşıdır. Ulusoylulara heç nə olmayıb. Elə təkidlə yalvarırdım ki, sanki Ulusoyluların taleyi onun cavabından asılı idi. Kim belə bir məsuliyyətin altına girə bilərdi ki? O nəsə demək istədi. Dodağı büzüldü, dili dolaşdı, ağzı söz tutmadı. İlk əvvəl gözündən bir damla yaş süzüldü və sonra bu otaqdakı kədər yükünə tab gətirməyib hönkürərək otaqdan çıxdı. Mənsə təəccüb və narahatçılıq içində onun arxasınca baxdım. Ağlıma min cür qara fikir gəldi. Daha doğrusu Şəfqət bacısının hərəkətindən cavabı almışdım. Amma insan itirdiyi şeylər böyük oldu mu, itkisini qəbul etmək istəmir. Bir möcüzə gözləyir. Gözləyir ki, indi kimsə çıxıb deyəcək ki, səninlə zarafat edirdik. Amma tale heç də zarafatçıl deyil. O çox qara qabaq, səhvləri bağışlamayan, soyuqqanlı biridir. Var gücümlə Şəfqət bacısının ardından bağırdım. Nə olub mənim kəndimə? Cavab verin. Sizinləyəm. Eşidirsinizmi? Ulusoyluya nə olub? Üstümə örtülən ağ örtüyün dizimə yaxın hissəsi qırmızı ləkələrlə dolmağa başladı. Səsimə içəri girən başqa Şəfqət bacısı bunu görüb bağırdı. Həkim tez bura. Yarası açıldı. Yara qanıyır. Həkim qaçaraq içəri girdi. Mənsə bağırırdım. Yanımdakıların nə danışdıqlarını belə ayırt edə bilmirdim. Həkimin nəsə bağırmasından bir xeyli sonra başqa bir Şəfqət bacısı əlində iynə içəri girdi. Son xatırladığım mənə vurulan iynə və sakitləş, sonra danışarıq sözləri idi. Sonra bildim ki, Ulusoylu kəndi artıq yoxdur. Yerində kül topası qalıb və Ulusoyludan o kül topasının qalmasını belə uzaqdan seyr edib bizimkilər. Küldən təpə olurmu? Küldən təpə olmur deyib atalarımız. Ulusoylulardan əsər əlamət yoxdur. Ulusoyludan bizə qalan bir də çayın qırağındakı sıldırımın dibindəki bizimkilərin tapdığı bir gənc qadın və 2 yaşlı körpə qız uşağının meyidi imiş. Kəndsə artıq ermənilərdədir. Bizimkilər oraya gedə bilmir. O yolları artıq tikanlı məftillər kəsib. Bəlkə də heç o yandan bu yana külək də əsmir.
Çox təəccüblü idi. Necə yəni doğma yurdum ermənilərdədir və biz oraya gedə bilmirik. O günlərdə hər şey tamam başqa idi. Deyirdilər, yazırdılar ki, erməni, gürcü, Azərbaycan, Ukrayn, Rus və daha kimlər qardaşdır. Yazırdılar. Deyirdilər ki, Rus bizim böyük qardaşımızdır. Bizə azadlıq, bərabərlik, dostluq gətirib. Bəs necə oldu ki, qardaş, dost ermənilər bizi qırdı? Bəs nə oldu? Milislər, Rus əskərləri niyə bizi qorumadı? Bəs harada idi böyük qardaşımız? Harada idi o qardaşlar? Mənim o hadisələr dövründə cəmi 12 yaşım vardı. Eşitdiklərim başqa idi, gördüklərim başqa. Lap təəccüb qalmışdım. Hani böyük qardaş, böyük Rus xalqı? Hani erməni qardaşlığı? Mən 12 yaşımla belə dərk edirdim ki, onlar qardaş deyil bizə. Çünki qardaş qardaşa zülm verməz, öldürməz, yurdundan qovmaz. Bizim böyüklərimiz 2 ilə yaxın idi ki, xalqa səylə isbat etməyə çalışırdı ki, ermənilərin bizi doğma yurtlarından qovmaları, qırmaları səhvən olub. Kimsə onları aldadıb, onlar bizimlə qonşu qardaş olub, olacaq da. Sadəcə səbirli olmaq lazımdır. Müdriklik göstərmək lazımdır ki, onlar hər şeyi görsün, utansınlar. Böyük qardaşımız Ruslarsa onları başa salacaq. Sülh bərqərar olacaq. Deyirlər, dünyanın ən təmiz məxluqları uşaqlardır. Və mən də uşaq ağlımla düşünürdüm ki, xalqımız, dövlətimiz ayağa qalxacaq. Bizim haqqımızı soruşacaq. Dövlətim mənim itən ayağımın hesabını istəyəcək. İtən Ulusoylu kəndini, Ulusoyluların hesabını istəyəcək. Amma neçə Ulusoylu itirdik? Neçə Ulusoylular itirdik? Başımızı itirdik. Vaxtında başımızın qədrini bilmədik. Ayağa qalxanlar olmadı? Əlbəttə oldu. Xalqın igid oğulları, qızları Azərbaycan SSR-nə ayıltmaq istədi. Öz milislərimiz onları tutdu. Başımızdakılar ayağa qalxanlara xuliqan, quldur deyirdi. Çünki başımız yerində deyildi. Quldurlarsa, erməni quldurları isə İrəvanda, qədim Göyçə mahalında xalqımın başına oyunlar açırdı. Döyürdü, söyürdü, öldürürdü, qovurdu. O əclaflara kimsə quldur demirdi. Çünki başımızı itirmişdik. Başına kimsə qulaq asmırdı. Başımızdakılar hələ də böyük Rus qardaşlığından ümid gözləyirdi. Ermənilər bizi qırırdı, qovurdu, yurtlarımızdan didərgin salırdı. Başımızdakı Vəzirovsa Azərbaycan xalqını ermənilərin geri qayıtması və təhlükəsizliklərinin təmin olunması ilə muştuluqlayırdı. Bəs görən Azərbaycan xalqının öz halal, dədə, baba, min illərlə oturduğu yurtlara qayıtmasını, təhlükəsizliyini kim təmin edəcəkdi? Kimsə təmin etmədi. Başımızdakılar böyük Rus xalqına hətta söz belə deyəndə elə deyirdi ki, birdən xətirlərinə dəyər. Başımızdakılar ciddi şəkildə xalqımın başına gələnlərə görə hesabat verin əvəzinə mülayim müraciətlər edirdi. Azərbaycan mətbuatına da olanları göstərməyə, söyləməyə icazə verilmirdi. Nə məni kimi yurdundan didərgin düşənlər, nə də ki evində oturan, bir parça çörəyini bizimlə bölüşənlər nə olduğunu anlamırdı, dərk etmirdi. Məmur bildiklərimiz, güya xalqın mənafeyini qorumalı olanlarsa, postlarını qorumaq xatirinə susurdu. Ciddi addımlar atmırdı. Bəziləri hətta sülhlə bu məsələlərin həll olunacağını ümid edirdi. Bəs nə oldu? Hətta 1990-cı ildə də, hətta indi də bu məsələnin sülh yolu ilə həll olunacağına inananlar. Düşünün. Başımızdakıların Rus qardaşlarısa 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələyə görə ermənilərə 12 milyard manat vəsait ayırdı. Amma ermənilərin şuurlu sürətdə xalqımıza törətdiyi zəlzələ nəticəsində ata-baba yurtlarından zorla qovulan 300 min Azərbaycanlıya bir qara qəpik də olsun yardım ayırmadı. Bu idi bizim ağız dolusu dediyimiz böyük Rus xalqı. Görən kim etmişdi onu böyük Rus xalqı? Qorxaqlar, yaltaqlar etmişdi onları böyük. Neftimizi içirdə Alman caynağından qurtaran Rusu 1941-1945'də. Sonra neftimizi
qanımızı içirdə böyüdüb Rus xalqı etdik onları. Əvəzində isə 1990-cı ilin yanvarı, yanvarın 19-undan 20-sinə keçən gecə, həmin tarixdə xain, əclaf, quduz it Vəzirov istefa verdi. Cəmi bir neçə saat sonra didərginlərin erməni tapdağında olan yurtlarımızın Bakıda hesabatını istəyən silahsız xalqı, böyük Rus xalqının böyük ordusu tanklarla əzdi. Odlu silahlarla güllə boran etdi. Günah kimdə idi? Ən böyük günah elə özümüzdə idi. Günah Azərbaycan SSR-nin başına Vəzirov kimi çaqqalı gətirəndə idi. Çünki öz dilini bari birinci sinif uşağı səviyyəsində bilməyən birindən Azərbaycana nə xeyir gələ bilərdi ki? Xalqımız anlamırdı və deyəsən bugün də anlamır ki, dilini bilməyən ziyalı dahi olsa belə Azərbaycana xeyir verə bilməz. Azərbaycanın ərazi bütövlüyünü qorumaq böyük Rus xalqının konstitusyon borcu idi. Çünki bizlərin ayrıca qoşunu yox idi. Çünki bizlər qardaş 15 respublika idik və böyüyümüz böyük Rus xalqı idi. Bizlərdən yığılan pulun hesabına ordunu yığan da, saxlayan da və güya ki bizi qoruyan da onlar idi. Necə qoruduğunusa zaman göstərdi. Xalqımızı ermənilər qırdı. Doğma yurt yuvalarından qovdu. Kimsə Azərbaycana kömək etmədi. Yedirtdiyimiz böyük qardaş olan Rus xalqısa bizi qorumaqdansa yenidən tanklarının tırtırı altına aldı. Bu idi bizə verilən sülh. Bu idi böyük Rus xalqı. Bu idi haqqı qoruyan Rus ordusu. Bəs bu ilkdirmi? Rusun, erməninin xalqımızı qanına qəltan etməsi ilkdirmi? Cavab bir mənalı şəkildə yox. Bəs onda ziyalılarımız niyə susurdu? Deyəcəksiniz ki, böyük Rus xalqından qorxurdu. Yaxşı, bəs indi niyə susur? Olanları yazmır, keçmişi aydınlatmır. Bəs indi niyə ziyalılarımız, yazıçılarımız və daha başqaları susur? Yazanların yazısı mətbuatda yayılmır. Niyə? Danışanlar bizə kör prizmada daha da kütləşdirir. İndi 12 yaşım yoxdur, amma yenə bir şeyi anlamıram. Bəzən itirdiyim ulusoyluları xatırlayıram. Kölgə kimi yadıma gəlirlər. Çünki o günləri xatırlamaq üçün yalnız saxladığım kif bağlamış qəzetlərə baxıram. Yenə heç nə yazılmır. Danışanlar da ötəri nəsə deyib keçir. Qonum qonşum üçün də, tanıdığım hər kəs üçün də onlar artıq unudulub. Artıq onlar heç bir təsirə malik deyil. İtirdiyimiz torpaqlar artıq çoxlarına nəsə ifadə etmir. Bilmirəm olanları, şahid olduqlarımı yazmalıyam. Çünki elə şeylər görmüşəm ki, artıq mən belə əzilmiş xalqımın unutulan tarixindən yazmağın nə qədər doğru, nə qədər lazımlı, nə qədər gerçəkçi olduğunu ayırt edə bilmirəm. Amma ürəyim deyir ki, yaz, yazmalısan. Çünki sabah bu xalqın gəncləri də sənin kimi deyəcək ki, niyə yazmırdınız? Bizi aydınlatmırdınız. Qəlbim deyir ki, daha başqa ulusoylar itirməmək üçün yaz. Törəyən nəsillərin gözünün açılması üçün yaz. Türk baba deyir yaz. Yandırılan, erməni süngülərinə batırılan körpələr, ağlayan, fəryad edən analar, qeyrəti heçə sayılan atalar, zülm edilən qocalar, sahipsiz qalan, qırılan, məhv edilən xalqım deyir ki, yaz. Arada itirdiyim ayağımı oxşamaq istəyirəm, amma tez də fikrimdən vaz keçirəm. Çünki ayağımı niyə itirdiyimi bilirəm. Deyəcəksiniz ki, don vurub ona görə. Yox, çünki ulusoy yurduna bir də dəyməyəcək ayaqlar mənə lazım deyil. Bəs o ulusoylu kəndinə nə oldu? Dediyim kimi, dağlar qoynunda bir kənd vardı, Ulusoy. Bir evdən bir qadın bağırtısı gəlirdi. Niyə? Çünki o dünya məzlum edilmiş Azərbaycan xalqına nifrət edilib qırılan Türk millətinə bir övlad vermək istəyirdi. Bilmirəm niyə, amma Ulusoy deyiləndə, keçmişim deyiləndə hər şey mənə bu andan, bu hadisədən başlayır. Nəysə, Ulusoydan danışım. Ulusoy kəndində, Mərdan kişinin evində çaxnaşma vardı. Mərdan kişinin varı yoxu tək oğlu Orxan bir ilə yaxın idi ki, Ulusoyun gözəl qızı Solmazla evlənmişdi
və indi Solmazın doğum sancısı tutmuşdu. Mərdan kişinin həyatına toplaşmış qonşu arvadları deyirdi ki, uşaq vaxtından əvvəl gəlir. Solmazın qonşunun təzə gəlini Tunzaləni çağırması və Tunzalənin həyata girməsindən heç bir dəqiqə keçməmişdi ki, qonşu qadınları tələm-tələsik Mərdan kişinin həyatına doldular. Burada xəbər elə tez yayılırdı ki, düşünəndə kimin kimə nə vaxt, nə cür xəbər saldığını dərk etmək olmurdu. Qonşu arvadları həyatın ortasında ora-bura qaçırdı. Bəziləri evə girir, bəziləri isə evdən həyata çıxırdı. Bizim kəndin cəmaatı belə idi. Hamı sevincində, kədərində, yasında, toyunda bir-birinin əlindən gələni edirdi. Toyunda belə kənd cəmaatına dəvətnamə verilməzdi. Çünki hamı kimin evdə toy olacağını əvvəlcədən bilirdi və hamı toplaşırdı toy sahibinin evinə. Biri mağarını qururdu, biri toy qazanlarını gətirirdi və bir də görürdün hər şey hazırdı. Qısacası, hər kəs öz vəzifəsini bilirdi. Qəribə burası idi ki, kimsə kimsəyə nə edəcəyini demirdi. Amma bütün işlər elə ahənglə görülürdü ki, elə bil aylardır bu haqda danışılır. İndi isə qonşu arvadları Mərdan kişinin həyatına toplaşmışdı. Solmazın doğum sancıları başlamışdı. Əslində doğum üçün hələ tez idi. Bu üzdən də qonşuların üzündə bir balaca həyəcan vardı. Həyatdan xeyli uzaqda tut ağacının kölgəsində oturan Mərdan kişinin üzündə qəribə bir təlaş, bir həyəcan oxunurdu. Mərdan kişinin təlaşının səbəbi nə idi? Vaxtından tez olacaq doğummu? Əslində bu həyəcanın başqa bir səbəbi vardı. Bu uzun illər əvvəl olmuşdu. Bizim üçün uzun illər əvvəl olan o gün Mərdan kişi üçün necə də yaxın idi. Bəlkə də dünən kimi, hətta elə bugün kimi.